daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı yeniliyin tətbiqinə başlanıb. Əmlak Məsələləri Dövlət Komitəsinin reallaşdırdığı bu sistemin əsas üstünlüyü əlavə maliyyə və vaxt sərf etmədən bir dəfəyə çoxlu sayda daşınmaz əmlakı elektron qaydada qiymətləndirməyə imkan verməsidir. İlk dəfə Sumqayıtda baş tutan bu layihə yaxın vaxtda digər bölgələri də əhatə edəcək. Bundan sonra daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi mümkün olacaq. Bu, Dünya Bankının dəstəyi ilə icra olunan daşınmaz əmlakın qeydiyyatı layihəsinin icrası çərçivəsində reallaşdırılır. Bu sahədə beynəlxalq təcrübə və standartlar öyrənilib və ekspertlər cəlb edilib. Layihənin reallaşdırılması nəticəsində ölkədə daşınmaz əmlakın daha dəqiq qiymətləndirilməsi mümkün olacaq. Yeni üsulların tətbiqi vətəndaşların işinin asanlaşdırılmasına kömək edəcək. Tam obyektiv insan amili burada kənarlaşır, kompüter vasitəsilə qiymətləndirilir və yenə deyirəm, vahid standart yanaşmalarla əmlakın yerləşdiyi yerə görə yola yaxınlığı, yerləşdiyi zona, mərtəbəliyi, kommunikasiya xətləri ilə əhatə olunmuş ərazidə yerləşib yerləşməməsi və s. Bu səbəblər, bu amillər nəzərə alaraq obyektiv qiymətlər qoyulur. Layihə ilk olaraq Sumqayıt şəhərində həyata keçirilib və 80 min daşınmaz əmlak qiymətləndirilib. Bu məqsədlə daşınmaz əmlakın bazar məlumatlarını özündə əks etdirən bazar məlumatları reyestri sistemi qurulub. Eyni zamanda daşınmaz əmlak bazarına dair ictimai portal yaradılıb. Bu sistemlər dünyada daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində ən yaxşı sistemlərdən biri hesab edilir. Bu ilin iyun-sentyabr aylarında isə layihənin Quba və Xaçmaz rayonlarında həyata keçirilməsi nəzərdə tutulub. Bu istiqamətdə hazırlıq işləri aparılır.